Atam anam kurban gözüm. 2016-cı ilin aprel döyüşlərindən artıq 10 il ötür. Bu tarix yalnız hərbi əməliyyatların il dönümü deyil, həm də həmin günlərdə şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinin bir daha yad edildiyi gündür. Aprel şəhidlərinin 10-cu il dönümünün tamam olduğu bu gün eyni zamanda Gizir Dilsuz Qarayevin şəhadəti ucaldığı gün kimi də qeyd olunub. Şəhid Dilsuz Qarayevin məzarı önündə keçirilən anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər. Məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər bildiriblər ki, aprel döyüşləri Azərbaycan ordusunun gücünü və xalqın iradəsini bir daha göstərdi. Qazanılan uğurlar, azad olunan strateji mövqelər sonraki zəfərin əsasını qoydu. Bu qələbə yolunda həyatını qurban verənlərdən biri də Dilsuz Qarayev idi. Onun döyüş yoldaşları tərəfindən xatırlanan cəsarəti və qətiyyəti bu gün də gənclər üçün örnək kimi təqdim olunur. Mərasim iştirakçıları qeyd ediblər ki, şəhidlərin xatirəsi yalnız anım günlərində deyil, hər zaman yaşadılmalıdır. Onların keçdiyi yol, göstərdikləri fədakarlıq gələcək nəsillərə çatdırılmalı, yaddaşlarda daim diri saxlanılmalıdır. Sonda bir daha vurğulanıb ki, Dilsuz Qarayev kimi igidlərin adı Azərbaycan tarixində silinməz iz qoyub. Onun və bütün aprel şəhidlərinin xatirəsi daim ehtiramla anılır və anılacaq da. سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى. Əziz Hindaq qəsəbə sakinləri, şəhid anaları, şəhid ataları, eləcə də bugünkü gündə iştirak edən tədbir iştirakçıları hər birinizi salamlayıram. Bu günləri 4 aprel 2026-cı il 10 il bundan öncə aprel döyüşlərində qəhrəmanlıq göstərərək qəhrəmancasına şəhid olan xüsusi təyinatların giziri Qarayev Dilsuz Məmmədağa oğlunun dəfn olunduğu gündür, şəhadətə yüksəkliyi gündür və bu günləri hər birimiz bugünkü gündə bu ailənin yanında olmağı özümüzə borc bilmişik, qürur hissi ilə, fəxr hissi ilə gəlmişik ki, bugünkü gündə qəhrəman Dilsuzun anım günündə iştirak edək. Mən ilk öncə hər birində dərin təşəkkürümü bildirirəm. Bu anamızı tək qoymadınız. Allah sizi var eləsin, Allah köməyiniz olsun deyirəm. Allah bütün şəhidlərimizin ruhun şad eləsin. Dilsuz Qarayev